Yəhyaya nazil olan vəhy. Vəhy 1-ci fəsil. Bu, İsa Məsihin vəhyidir. Allah bunu ona verdi ki, tezliklə baş verməli hadisələri öz qullarına aşkar eləsin. Məsih də bunu öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan elədi. Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət elədi. Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyanlar, eşidənlər və orada yazılanlara riayət eləyənlər. Çünki vaxt yaxındır. 7 İmanlılar Cəmiyyətinə müraciət. Mən Yəhya Asiya vilayətindəki 7 İmanlılar Cəmiyyətinə salam göndərirəm. Var olan, var olmuş və gəlməli olandan, onun taxtının önündəki 7 ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun. Bizi sevən, öz qanı bahasına bizi günahlarımızdan azad eləyərək, bizdən bir padşahlıq təşkil eləyən və bizi öz atası Allah üçün kahinlər təyin eləyən şəxsə əbədi olaraq izzət və qüdrət olsun. Amin. Budur, o buludlarla gəlir. Hər göz onu görəcək. Hətta onun bədənini deşənlər də onu görəcək. Yer üzünün bütün tayfaları onun üçün ah-nalə eləyəcək. Bəli, belə olacaq. Amin. Var olan, var olmuş və gəlməli olan külli ixtiyar Rəbb Allah deyir. Alfa və Omega mənəm. Əziyyətə, Allahın padşahlığına və dözümə sizlə İsa'da şərik olan mən, qardaşınız Yəhya, Allahın kəlamından ötürü və İsa barədə şəhadət elədiyimə görə Patmos adlanan adada idim. Rəbbin günü ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim. Gördüyünü bir kitaba yaz və bunu 7 cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər. Onda çevrildim ki, mənlə danışanın kim olduğunu görüm. Çevrildikdə 7 qızıl çıraqdan gördüm. Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər biri var idi. Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi. Ayaqları kürədə pardaqlanmış tunç kimi idi. Səsi də gur suların sədasına bənzəyirdi. O, sağ əlində 7 ulduz tutmuşdu. Ağzından 2 ağızlı iti bir qılınc çıxırdı. Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi. Mən onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi, qorxma, birinci və sonuncu olan, diri olan mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları məndədir. Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. Mənim sağ əlimdə gördüyün 7 ulduzun və 7 qızıl çıraqdanın sirrinə gəlincə. 7 ulduz 7 cəmiyyətin mələkləri, 7 çıraqdan da 7 cəmiyyət deməkdir.